Salam. Bugün sənin üçün düşünürəm ki, çox maraqlı bir söhbətimiz olacaq. Jared Diamond'ın Yüksəliş Böhranlardakı Dönüş Nöqtələri kitabı var. Oradan topladığımız mənbələrə, belə deyək, başvururuq. Yeri gəlmişkən bu müzakirə Zehinpod platformasının təqdimatıdır. Onu da qeyd edək. Bəli, Diamond əslində çox cəlbedici bir sual qoyur ortalığa. Baxın, fərdlər şəxsi travmalarla necə bacarırsa, millətlər də müharibə, daxili çəkişmə kimi böyük, yəni milli böhranlardan necə çıxır? Və maraqlıdır ki, deyir, bu ikisi arasında oxşarlıq var eləmi? Şəxsi və milli səviyyədə. Tam olaraq və heyrətləndirici dərəcədə ciddi oxşarlıqlar tapır. Yəni o mexanizmlər oxşardır. Bizim də əlimizdəki materiallar kitabın özündən gəlir əsasən. Diamond'un özünün şəxsi böhran təcrübəsi var. Bəli, onu da bölüşür. Sonra Finlandiya, Yaponiya, Almaniya, Şili, Avstraliya, hətta ABŞ kimi ölkələrin təhlili var. Və sonda qlobal problemlərə də toxunur. Bəli, geniş əhatəlidir. Məqsədimiz də odur ki, yəni bütün bu məlumat dənizindən ən vacib inciləri, necə deyim, sənin üçün çıxaraq, düşündürücü məqamları vurğulayaq. Çox yükləmədən. Əsas sual da budur ki, niyə bəzi fərdlər ya da bəzi millətlər eyni çətinliklə üzləşir, amma biri ayaqda qalır, digəri isə, necə deyim, yıxılır? Diamond deyir ki, cavab çox vaxt atılan addımlarda, yəni edilən seçimlərdə gizlənir. Diamond özü böhran deyəndə tam olaraq nəyi nəzərdə tutur? Çünki bu vacibdir. Düzdür. Yəni, böhran həmişə belə qəfil, böyük bir hadisə olmalıdırmı? Məsələn, bir zəlzələ kimi. Yoxsa tədricən yaranan bir gərginlik də böhran sayıla bilər. Hər ikisi də ola bilər. Həm qəfil, ani başlanğıclar var, həm də tədrici inkişaf. Məsələn, bəzən tsunami kimi bir fəlakətdir, ani. Amma bəzən də uzun müddət davam edən bir şeydir. Məsələn, bir evlilikdəki problemlər illərlə yığılır. Yavaş-yavaş artan. Bəli. Və ya Şilidə Pinochet öncəsi dövrdəki o siyasi gərginlik. Bu tədricən böyüyən bir böhran idi. Anladım. Diamond hətta öz şəxsi böhranını da danışır. Cambridge'də doktorantura oxuyanda fiziologiya sahəsində özünü uğursuz hiss edir. Və atasının ona verdiyi məsləhət, deyir ki, biraz da səbr et, bu məsləhətin ona necə kömək etdiyini də bölüşür. Bu da bir böhran anıdır onun üçün. Çox maraqlıdır. Bəs yaxşı, bu böhranların öhdəsindən gəlmək üçün hansısa ümumi düsturlar, faktorlar varmı? Diamond 12 faktordan danışır deyəsən. Bəli, 12 faktoru müəyyənləşdirir. İndi hamısını bir-bir sadalamaq bəlkə də uzun çəkər və yorucu olar. Hə, əsaslarına baxaq bəlkə. Ən vacibləri hansılardır səncə? Məncə ən fundamental olanlardan biri, birincisi böhranı etiraf etməkdir. Yəni, problemin olduğunu qəbul etmək. Bu olmadan heç bir addım atmaq olmur. Düzdür, birinci addım budur. İkincisi, məsuliyyəti öz üzərinə götürməkdir. Yəni, özünü qurban kimi görməkdən imtina etmək. Bu mənim başıma gəldi, amma mən nə edə bilərəm? Sualını vermək. Özünü aciz hiss etməmək. Bəli. Üçüncüsü, dürüst özünü qiymətləndirmədir. Bu çox vacibdir. Yəni, öz güclü və zəif tərəflərini real görmək. Nəyi dəyişə bilərsən, nəyi yox, bunu anlamaq. Sərhədləri müəyyən etmək bir növ. Realist olmaq. Tamamilə. Və dördüncü, bəlkə də başqalarından kömək almaq və onların təcrübəsindən öyrənməkdir. İstər maddi dəstək olsun, istər emosional. Həm də başqalarının necə bacardığına baxmaq, hə? Model götürmək. Bəli, uğurlu nümunələri izləmək, onlardan dərs çıxartmaq, bunlar məncə çox kritik faktorlardır. Və bu dediklərin maraqlıdır ki, həm fərdlərə aiddir, həm də bütöv bir millətə. Elədir, eyni prinsiplər işləyir. Onda gəl elə bir neçə ölkə nümunəsinə baxaq. Məsələn, Finlandiya. Sovet İttifaqı kimi nəhəng, güclü bir qonşu ilə üz-üzə qaldılar. Onlar nə etdilər? Necə reaksiya verdilər? Bax, onlar məhz o dediyimiz dürüst özünü qiymətləndirməni apardılar. Çox real yanaşdılar vəziyyətə. Anladılar ki, hərbi güclə Sovetləri məğlub etmək, yəni real deyil. İmkan xaricində idi. Bəli. Ona görə də reallığı qəbul etdilər və fərqli bir yol seçdilər. Neytrallıq siyasəti ilə Pasikivi, Kikkonen xətti deyirlər buna, öz müstəqilliklərini qorumağa çalışdılar. Bu, Diamond'ın dediyi kimi, geosiyasi məhdudiyyətləri qəbul etmək və onlarla işləmək idi. Deməli, reallıqla barışmaq və ona uyğun strategiya qurmaq.
Yaxşı, bəs Yaponiya 19-cu əsrin ortalarında 1853-cü ildə Amerika donanması gəlir, qapıları döyür. Bu böyük bir şok idi onlar üçün. Bəli, böyük bir böhran anı idi. Amma Yaponiyanın Meiji dövründəki reaksiyası Finlandiyadan fərqli oldu. Onlar qapıları bağlamaq əvəzinə Açdılar. tam deyil, amma seçici şəkildə öyrənməyə başladılar Qərbdən. Qərbi dərhal rədd etmək və ya qovmaq əvəzmə, baxdılar ki, nəyi götürə bilərlər. Təkcə texnologiyanı yox, idarə etmə üsullarını, təhsil sistemini, ordunu, bunları mənimsədilər. Bu da Diamond'ın o başqalarının model olaraq istifadə etmək və çeviklik dediyi faktorlara çox uyğun gəlir. Çox sürətlə modelləşdilər. Amma sonra 20-ci əsrdə 1930-cu illərdə deyəsən o çevikliyi itir. Təəssüf ki, bəli. Diamond qeyd edir ki, 1930-cu illərdə daha təcrübəsiz gənc zabitlərin təsiri artdı və Yaponiya daha aqressiv, ekspansionist bir siyasətə yönəldi. O ilkin Meiji çevikliyi itirildi. Aydın oldu. Gələk Almaniyaya. İkinci Dünya müharibəsindən sonra vəziyyət dəhşətli idi. Həm fiziki dağıntı, həm də mənəvi. O nazi keçmişinin ağır yükü. Bəli, Almaniyanın vəziyyəti çox ağır idi. Bölünmüş bir ölkə, dağılmış şəhərlər və ən əsası, o qaranlıq keçmişlə üzləşmə zərurəti. Bu üzləşmə asan olmadı yəqin ki. Heç də. Almaniyanın yenidən ayağa qalxması uzun və çox ağırlı bir proses oldu. Amma onlar, xüsusilə 1960-cı illərdən sonra, öz keçmişləri ilə üzləşməkdən çəkinmədilər. Tələbə hərəkatlar oldu, müzakirələr başladı. Willy Brandt'ın Varşavadakı o məşhur jesti də var. Bəli, Willy Brandt'ın Varşava gettosu abidəsi önündə diz çökməsi. Bu, həmin o dürüst özünü qiymətləndirmənin, məsuliyyəti qəbul etmənin çox güclü bir simvoluydu. Xarici yardımın Marshall planının da rolu oldu yəqin. Əlbəttə, xarici yardım, xüsusən də Marshall planı, iqtisadi bərpa üçün çox vacib idi, iqtisadi möcüzəyə təkan verdi. Amma Diamond vurğulayır ki, əsas olan millətin öz keçmişi ilə hesablaşma cəsarəti və yeni bir kimlik qurmaq əzmi idi. Bəs Şili, orada vəziyyət daha fərqli, daha mürəkkəb görünür. Demokratik ənənələr var idi, sonra Salvador Allende hökuməti, amma ardınca Pinochetin hərbi çevrilişi. Şili nümunəsi, bəli, çox mürəkkəbdir və siyasi qütbləşmənin cəmiyyətdəki parçalanmanın nə qədər dərin böhranlara yol aça biləcəyini göstərir. Allende dövründəki o gərginlik, sonra 1973-cü il çevrilişi və Pinochet rejiminin mirası. Bəli, Pinochet dövrünün mirası, kütləvi həbslər, işgəncələr, itkin düşənlər, eyni zamanda kəskin neoliberal, iqtisadi dəyişikliklər, bütün bunlar Şili cəmiyyətində dərin yaralar buraxdı. Ölkə hələ də bu keçmişlə tam olaraq barışmaq, uzlaşmaq yolundadır. Bu, milli konsensusun nə qədər kövrək ola biləcəyini və onu bərpa etməyin nə qədər çətin olduğunu xatırladır. Həqiqətən çətin bir prosesdir. Bəs Avstraliya? Onların böhranı daha fərqli olub deyəsən. Sanki birbaşa müharibə və çevriliş deyil. Avstraliyanın böhranı daha çox, kimlik axtarışı ilə bağlı idi. Uzun müddət özlərini Britaniyanın bir parçası kimi görüblər, amma İkinci Dünya müharibəsindən sonra, xüsusən də Britaniyanın şərqdəki mövqeləri zəifləyəndə anladılar ki, vəziyyət dəyişib. Bəli, anladılar ki, coğrafi olaraq Asiya Sakit Okeanı regionundadılar və öz yerlərini yenidən müəyyən etməlidirlər. Britaniya ilə ənənəvi bağlar zəiflədi, bu biz kimik sualını gündəmə gətirdi. Deməli, əsas dəyərləri və milli kimliyi yenidən düşünmək lazım gəldi, Asiya ilə münasibətlər qurmaq, çox mütənəvvər cəmiyyətə keçid. Tamamilə. Bu da bir növ böhran idi, köhnə kimliyin sarsılması və yeni bir kimliyin formalaşması prosesi. Maraqlıdır. Və nəhayət gələk ABŞ-a, kitabda ABŞ-ın çoxlu üstünlükləri qeyd olunur. Coğrafiya, təbii sərvətlər, demokratik institutlar, innovasiya potensialı. Bəli, Diamond ABŞ-ın bu güclü tərəflərini etiraf edir. Ancaq eyni zamanda bugün üçün bəzi ciddi, hətta təhlükəli tendensiyaları da qeyd edir. Yəni ABŞ-ın da özünə məxsus böhranları var və ya ola bilər. Hansı problemləri vurğulayır əsasən? Əsasən 4 məsələni önə çəkir. Birincisi, artan siyasi qütbləşmə. Demokratlar və respublikancılar arasında uçurumun dərinləşməsi. Bu, razılaşma əldə etməyi çətinləşdirir yəqin ki. Bəli, bu birbaşa ikinci problemə gətirir. Uzlaşma mədəniyyətinin zəifləməsi.
Məsələn, seçki dairələrinin partiyaların xeyrinə yenidən cızılması, gerrymandering deyirlər və ya senatda qanunların qəbulunu əngəlləmək üçün istifadə olunan prosedurlar kimi praktikalar, bunlar siyasi prosesi iflic edə bilir. Üçüncü nədir? Üçüncü olaraq, səsvermə hüququ ilə bağlı problemləri qeyd edir, səsverməni çətinləşdirən qaydalar və s. Dördüncü isə Robert Putnamın o məşhur Bowling Alone kitabında təsvir etdiyi kimi sosial kapitalın, yəni cəmiyyətdəki insanların bir-birinə inamının, əlaqələrinin, birlikdə fəaliyyət göstərmə bacarığının azalması. Bütün bunlar bir araya gələndə ölkənin böhranlara cavab vermə qabiliyyətini zəiflədir. Tamamilə. Diamond narahatdır ki, bu daxili problemlər ABŞ-ın gələcəkdəki böhranlarla istər daxili, istərsə də xarici, effektiv mübarizə aparmasına mane ola bilər. Bəs bütün bu milli hekayələrdə, böhranların həllində liderlərin rolu nə qədərdir? Bəzən deyirlər tarix böyük insanlar tərəfindən yazılır. Bəzən də deyirlər ki, yox, şərait əsasdır. Bu, çox qədim və davamlı bir mübahisədir həqiqətən. Bir tərəfdə Thomas Carlyle kimi düşünənlər var, böyük insan nəzəriyyəsi ilə çıxış edənlər. Deyirlər ki, liderlər tarixi dəyişir. Bəli. Digər tərəfdə isə, məsələn, Lev Tolstoy kimi skeptiklər var. O, hərb və sülhdə Napolyon kimi fiqurların əslində hadisələrin axarına çox az təsir etdiyini düşünürdü. Bəs müasir yanaşma nədir? Müasir araşdırmalar, məsələn, iqtisadçılar Jones və Olkinin tədqiqatı göstərir ki, liderlər həqiqətən də fərq yarada bilər. Onlar liderlərin təbii səbəbdən ölümü ilə sui-qəsd nəticəsində ölməsinin ölkənin inkişaf trayektoriyasına fərqli təsir etdiyini göstəriblər. Yəni, liderin kimliyi və onun fəaliyyəti önəmlidir. Max Weber'in xarizmatik lider anlayışı da var. Hansı liderləri nümunə çəkmək olar? Böhran dövrlərində təsirli olmuş. Tarixdə çoxdur. Məsələn, Almaniyanın birləşdirilməsində Bismarckın rolu, İkinci Dünya müharibəsi sonrası Almaniyada Willy Brandtın mənəvi liderliyi, Böyük Depressiya və müharibə dövründə ABŞ-da Franklin Roosevelt'in fəaliyyəti, Vətəndaş müharibəsi zamanı Lincoln'un liderliyi, bunlar hamısı liderlərin kritik anlarda necə həlledici rol oynaya biləcəyinin nümunələridir. Deməli, liderlikdə o 12 faktordan biri kimi qəbul edilə bilər bəlkə də. Bəli, ego gücü məqsədyönlülük kimi faktorlarla əlaqəlidir. Yaxşı lider bu faktorları səfərbər edə bilir. Bütün bu milli təcrübələr, fərdi və milli böhranlar haqqında danışdıq. Bəs bugünkü qlobal problemlər, nüvə müharibəsi təhlükəsi, iqlim dəyişikliyi, resursların tükənməsi, qlobal bərabərsizlik, bunlar daha böyük miqyaslı böhranlardır. Elədir. Və Diamond'ın əsas mesajı odur ki, bu qlobal böhranlarla mübarizə üçün də əslində eyni prinsiplər keçərlidir. Sadəcə miqyas fərqlidir. Yəni, yenə də problemi etiraf etmək lazımdır. Mütləq. Məsələn, iqlim dəyişikliyi. Biz planet olaraq bu problemi etiraf etməli, sonra kollektiv məsuliyyəti qəbul etməliyik. Hansı ölkənin nə qədər məsuliyyət daşıdığı ayrı müzakirədir. Amma problemin həlli üçün kollektiv yanaşma şərtdir. Dürüst özünü qiymətləndirmə də lazımdır yəqin. Hər ölkə öz rolunu anlamalıdır. Bəli. Və çevik həll yolları axtarmalıyıq. Texnoloji həllər, siyasi razılaşmalar, həyat tərzimizdə dəyişikliklər, bunların hamısı masada olmalıdır. Nüvə təhlükəsi də eyni şəkildə. Dialoq, etimad quruculuğu, silahlanmaya nəzarət, bunlar hamısı böhranın idarə olunması üçün vacibdir. Qlobal bərabərsizlik də böyük problemdir. Bu digər problemləri də qidalandırır deyəsən. Siyasi qeyri-sabitliyə zəmin yaradır. Bu da bir qlobal böhrandır və həlli üçün beynəlxalq əməkdaşlıq lazımdır. Deməli, Diamond'ın təhlili göstərir ki, istər şəxsi, istər milli, istərsə də qlobal səviyyədə böhranlara uğurlu cavab vermək üçün oxşar alətlər dəsti lazımdır. Deməli, yekun olaraq belə deyə bilərik ki, böhranlar qaçılmazdır. Həyatın hər səviyyəsində var. Amma onlara necə reaksiya verdiyimiz, hansı seçimləri etdiyimiz, hansı faktorları işə saldığımız nəticəni müəyyən edir. Uğur və ya uğursuzluq bizim əlimizdədir müəyyən dərəcədə. Dürüst olmaq, özümüzə qarşı məsuliyyəti qəbul etmək, çevik olmaq, başqalarının təcrübəsindən öyrənmək, əsas dəyərlərimizi qorumaq, bunlar həlledici görünür. Tamamilə doğrudur. Və keçmişlə üzləşmək. Reallığı nə qədər xoşa gəlməz olsa da qəbul etmək. Uğurlu çıxış yolu çox vaxt məhz buradan başlayır. Onda söhbətimizin sonunda sənin üçün də bir düşüncə buraxaq. Bu kitabda müzakirə olunan faktorları və tarixi nümunələri nəzərə alsaq,
sən öz həyatında, yaşadığın cəmiyyətdə və dünyada üzləşdiyin böhranları həll etmək üçün hansı yanaşmaları mənimsəyə bilərsən? Hansı çətin seçimlər etməyə hazırsan? Ümid edirik ki, bu dərin və ətraflı müzakirə sənin üçün maraqlı və faydalı oldu. Əgər söhbətimizi bəyəndinsə, ZehinPod platformasındakı kanalımıza abunə olmağı və əlbəttə ki, bu bölümü bəyənməyi unutma. Dəstəyin bizim üçün vacibdir. Bəli, təşəkkür edirik diqqətinizə görə. Sağ olun. Sağ ol. Növbəti müzakirələrdə görüşənədək. Hələlik.